Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Bu videoda sizə həndəsənin əsanlaşları mövzusunun 3-cü alt başlığına aid yalnız 2025 test toplusunda olan sualları izah edəcəm. Deməli, 7-ci sual. İki düz xətt kəsişməsindən alınan bucaqlardan 3-ü alfabetlə qammadır. İki düz xətt kəsişirsə, burada bir neçə hal ola bilər. Tutaq ki, alfa bucağı buradır. Beta ilə qammanın yerini dəqiq bilmədiyimiz üçün ola bilsin beta onun qarşısındadır, qamma da digər tərəfdə. Tutaq ki, yenə alfa buradır. Ola bilsin bu dəfə qamma onun qarşısındadır, beta digər tərəfdə. Ola bilsin alfa yenə bayaqki kimi buradır. Beta ilə qamma bu dəfə qarşılıqlı bucaqlardır. Beta ilə qamma, alfanın qabağı boşdur. Beta ilə qamma qarşılıqlı bucaqlardır. Üçün dördüncü bir hal yoxdur. İndi alfanı veribdir 20 dərəcə. Hər bir halda alfanın yerinə 20 dərəcə qoymalıyam. Birinci halda alfanın qarşısında beta olduğu üçün qarşılıqlı bucaqlar bərabərdir. Beta 20 dərəcə olacaq. Qamma betanın qonşusu olduğu üçün qamma olacaqmı 20-nin qonşusu? Yəni 160. İkincidə alfa ilə qamma qarşılıqlı olduğuna görə bu dəfə qamma 20 olacaq. Beta da qammanın qonşusu olduğu üçün və yaxud da alfanın qonşusu olduğu üçün 160. Üçüncü şəkildə beta alfanın qonşusu olduğuna görə 20 dərəcənin qonşusu 160. Beta ilə qamma qarşılıqlı bucaqlar olduğuna görə qamma 160'dır. Bizdən soruşur, 2 beta plus qammanın ala biləcəyi qiymətlər. Birinci halda 2 beta topla qammanı hesablayaq. 40 topla 160, 200. İkinci halda 2 beta plus qammanı hesablayıram. 2 beta 320 topla 20, 340. Üçüncü halda 2 beta plus qammanı hesablayıram. Burada bir-birinə bərabərdir də, elə bir ki 3 beta olacaq da. 3 dəfə 16'nın 48, 480. Bu cəmin ala biləcəyi qiymətlərin cəmini soruşur. Yəni 200 plus 340 plus 480. 0, 2, bir yadda, 4, 3, 7, o da 2, 9, bir yadda 10, 1020 B variantı. 8-ci sualda qonşu bucaqların dərəcə ölçüləri bu nisbətdədir. Məsələn, desəydik ki, qonşu bucaqların dərəcə ölçüləri 2-7 nisbətindədir, nə edirdik? 2K topla 7K bərabərdir 180 yazırdıq. İndi bu ədəd hərf ifadələri siz ədəd kimi düşünün. Düşünün ki, birinci 2-də öbürsü başqa ədəd. Yəni K-ya vurmağı unutmayın. Götürüb 3A plus 2, 3A topla 4 cəmlik yüzsünə bərabərləyəndə K nisbət formasında olmamış olur da artıq. Nisbət formasında olması üçün biz onu K-laşdırmalıyıq. 3A plus 2K topla 3A plus 4K bərabərdir 180. Aydın oldu. Necə ki 2K ilə 5K'nın cəmi 7K etmirmi? Bu K ilə də bu K'nın cəmi əmsalları cəmləyəcəyik. 3A plus 2 ilə 3A plus 4'ü cəmləyəcəm. 3A plus 2, 3A plus 4, K, 180. 6A plus 6'dan 6 ortaq vuruq çıxır. A plus 1 vurulsun K. 6'ya ixtisar gedir. A plus 1 vurulsun K bərabərdir mi? 180 bölünsün 6, 30. A'nın ala biləcəyi qiymətləri soruşursa, buradan A plus 1'i tapmaq üçün 30 gərək K'ya bölünsün. Buradan da A bərabərdir. 1 sağ tərəfə keçsə, 30 böl K minus 1. A ədədi budur. Natural qiymət dediyinə görə 30 gərək K'ya bölünsün. 30 K'ya bölünməsə, tutaq ki, K'nın yerində 7 düşünün. 7'də 30'dan 1 çıxanda natural qalmaz axı. Deməli, K ədədi 30'un bölənləri olmalıdır. K 30'un bölündüyü ədədlər. Elmi dildə 30'un bölənləri deyilir. Uşaqlar bölənlə qarışdırırlar. Bölən yəni balaca olur.
30'un bölündüyü ədədlər. K olar 1, 2, 3, 5, 6, 10, 15, 30. 30'un bölündüyü ədədlər. Amma K 30 olanda 30 böl 30 minus 1. 1 çıx 1 nə eləyir? 0. Deməli, natural olmur. K'nın 30 variantı bu hala ödəmir. K'nın A'nın ala biləcəyi natural qiymətlərin sayını soruşur. Elə sayla K'ların sayı qədər olacaq da. Yəni K 1, 2, 3, 5, 6, 10, bir də 15. 7 dənə. Və yaxud da 7 ədəd. Yəni K'nın sayı A'nın sayı qədərdir. 13-cü sualımız. Alfa və beta iki düz xəttin kəsməsində alınan qonşu bucaqlardır. Alfa ilə beta qonşudursa, demək ki, cəmi 180-dir. Alfanın dərəcə ölçüsünü 20% azaldıb x bucağı, alfanı 20% azaltmaq x bucağı alacağıq. Alfanı 20% azaltmaq 80%-ni tapmaq deməkdir. Alfanın 80%-ni tapıram. 0,8 alfa. Beta'nın dərəcə ölçüsünü 70% artırıb y bucağını, yəni y bucağı, beta'nı 70% artırmaq 170%-ni tapmaq deməkdir. 1,7 beta. Və bu zaman x və y bucaqlarının cəmi 180 olar. X ilə y-in cəmi 180 olar. X-in yerinə 0,8 alfa, y-in yerinə 1,7 beta qoyub bunun altından yazıram. 0,8 alfa üstə gəlir 1,7 beta cəmi 180 verilibdir. Alfa və betanın ala biləcəyi qiymətləri. Ala biləcəyi qiymətlər deyəndə, yəni alfa və betadan söhbət gedir. Yeganə qiyməti var, hərəsinin yeganə qiyməti var. Orada qiymətlər deyəndə alfa və beta dediyinə görə qiymətlər sözü var. Yəni alfa bir neçə qiymət almır, beta bir neçə qiymət almır. Yuxarını -8-ə vuraram, aşağında 10-a vuraram ki, alfa yox olsun. -8 alfa, -8 beta, -0. Bir də vurum, -8 vurulsun 180. Aşağıdan 10-a vururam, 8 alfa üstə gələk. 17 beta bərabərdir. 10 vurulsun 180. Alt-alta toplayanda alfalar islah gedir. -8 beta topla 17 beta bərabərdir. -8 180. Vurmaya bilərsiniz deyəsən bunu. 10 vur 180. Müsbət 17 beta -8 beta. Böyüyün işarəsi yazılır. Böyükdən kiçik çıxılır. 17-dən 8-in çıxıram. 9 beta. Buradan da 180 orta fırıq çıxanda -8-dən 10-un cəmi qalacaq. -8-dən 10-un cəmi nə eləyər? 2 eləyər. 180-i 9-a böləcəm. 20 vur 2, 40. Deməli, beta 40 dərəcədir. Cəmi 180 olduğuna görə alfa da 140-dır. Ala biləcək qiymətlər 140 və 40. Bəli. Bu başlıqda bu qədər yeni tipli sual var idi. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.